Sülh Şurasının ilk iclasında Qəzzaya hərbi qüvvə göndərəcək 5 ölkənin adı açıqlanıb. Qazaxıstan, İndoneziya, Mərakeş, Kosova və Albaniya. 2 ölkə, Misir və İordaniya isə polisə təlim keçməyə razılaşıb. Qəzzaya hərbi qüvvə göndərəcək ölkələr arasında Azərbaycanın adı intensiv şəkildə hallansa da, Prezident İlham Əliyev biz kiminsə naminə Azərbaycanlıların həyatını və sağlamlığını riskə atmaq niyyətində deyilik bəyanatı ilə məsələyə nöqtə qoymuşdu. Bölgəyə qoşun yeridəcək, yaxud təhlükəsizliyin qorunmasında bu və ya digər formada iştirak edəcək ölkələr arasında Azərbaycanın adının olmaması da rəsmi Bakının mövqeyinin dəyişmədiyini göstərir. Qəzzadakı vəziyyət. Həmas və İsrail arasında qarşıdurmanın davam etməsi rəsmi Bakının imtina qərarının doğru olduğunu deməyə əsas verir. Tərəflər arasında real atəşkəs əldə olunarsa, regionda toqquşma riski tam aradan qaldırılarsa, Azərbaycan bölgəyə hərbi qüvvə göndərmək haqda düşünə bilər. Bu da sülhə məcbur etmə əməliyyatında yox, yalnız müəyyən infrastruktur obyektlərinin mühafizəsinin təşkil edilməsi çərçivəsində mümkündür. Siyasi şərhçi Asif Nərimanlı. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.